بسم الله الرحمن الرحیم. Elhamdülillahi Rabbil alemin. Siz əziz və hörmətli tamaşaçılarımızı salamlayıram. Hər vaxtınız xeyir olsun. İlahi Həyat proqramının vasitəsilə sizin qulluğunuzda varam. Ailə barəsində bir mübahisəmiz oldu müqəddəmədə. Doğrudan da adam baxanda görür ki, bu zamanədə bəzi xanımlar, xüsusilə cavan xanımlar ki, bu modernitənin əsərində başqa cürə fikr eləyirlər və buna səbəb ailə quranda öz yoldaşları ilə düz demirlər və onlarla ciddi problemləri olur və iş boşanmağa çəkilir. Amma əgər doğrudan bizim mömin xanımlarımız, onlar ki, Allaha iman gətiriblər, Peyğəmbərə iman gətiriblər, imamlara iman gətiriblər, bu sözlərə diqqət eləyələr, diqqət verələr, görərlər ki, doğrudan əgər bu fikrlə insan əgər öz ərinə, yoldaşına qulluq eləsə, nə gözəl bir əməl olar. Hədislərin birində vardır ki, Peyğəmbərimiz buyurur ki, xoş olsun o xanımın halına ki, yoldaşı, əri ondan razıdır. Çox mühüm bir məsələdir. Xoş olsun o xanımın halına ki, əri ondan razıdır. Yəni, gərək xanımlar çalışarlar, yoldaşların özlərindən razı salalar. Başqa hədisdə Peyğəmbər buyurur ki, o xanım ki, öz yoldaşına bir livan su verə, bir ilin ibadəti ona yazılacaqdır. Və onun üçün bir dənə böyük şəhər cənnətdə düzəlinəcəkdir və 60 dənə günahı bağışlanacaq. Məgər bir livan su vermək nə qədər zəhməti var? Sən bir livan o vaxt ki, öz yoldaşına su verirsən, sənə cənnətdə bir dənə böyük şəhri verirlər, bir ilin ibadətin yazırlar, sənin 60 dənə günahın bağışlanır. Bundan yaxşı nə əməl tapmaq olar? Və insan əgər bu fikri gəlsə beyninə nə qədər ləzzət apara bilər öz yoldaşına qulluq eləməkdən. Əziz və hörmətli tamaşaçılar, həmişəki qonağımız Həzrəti Hüccətül-İslam vəl-Müslimin Cənab Saivər din aliminin qulluğunda varıq. Hacı, çox xoş gəlibsiniz bizim proqrama və sizdən çox təşəkkür edirəm ki, gözəl mübahisələr buyurursunuz biz üçün. İlk növbədə bizim hörmətli tamaşaçılarımızla söhbətinizi başlayırsınız. Bismillahirrahmanirrahim. Siz hörmətli cənaba, hörmətli tamaşaçılara salam ərz edirəm və Allahdan istəyirəm bu proqramda nəhayət istifadəni hamımız edəmiş olaq. Çox təşəkkür edirəm, sağ olasınız. Ay Saivər, hipnotizm barəsində gözəl bir izah buyurdunuz və bu barədə bir sualımız bizim qalıbdır. Və sual budur ki, bəzi əfrad vardılar ki, hipnotizmin barəsində təxəssüsləri yoxdur, amma təcrübələri vardır. Aya caizdir ki, onlar bu işə iqdam eləyələr ya yox? Yəni, şəri cəhətindən hökm nədir o barədə? Yəni, bir başqasına hipnotizm edəyələr? Bəli, başqasının. O başqasının da rizayəti ola. Baxın, hipnotizm neçə cəhəti vardır. Bəli. Bir budur ki, insan bir iş görür, İslam iqtisadiyyatında gərək bu işin faydası ola. Bəli. Sən cəmaata bir xeyrin ola, bir faydan ola, o faydan əsasında qazanasan, kəsb edəyəsən. Ay Saivər, məsələn, bir sual bu barədə var idi, o ötən verişdə də mən istəydim soruşam. Çox işlər vardı ki, ələn zahirdə baxanda faydası yoxdur. Məsələn, əyləncədə məsələn nə fayda vardı? Bəzi işlər var, yalnız cəmaatı məşğul eləmək. Yox, o özdə faydadır, şad olmaq, istirahət eləmək özdə faydadır. Bəzən bir dənə iş vardır ki, boş işdir, məqsədsiz işdir.
əbəs işdir, faydasız işdir. Bəs yəni əgər hipnotizm faydasız bir iş ola, yəni bir qərəzi olmaya. Bəzən mən istəyirəm göstərəm ki, məndə ruhi qüdrət var. Bəli. Birini hipnotizm edirəm. Amma bunun bir xeyri yoxdur ki. Bəzən pul alıram, gedəm qəbristanlıqda, bir 2 saat qalam gecə qaranlıqda, bir qəbrə girəm, duram gələm. Nə xeyri var? İstəyirəm deyəm ki, məndə şücaətim var. Bunların heç bir faydaları yoxdur. Ona ki, mənə pul verir. Pəs, əgər faydası yoxdur mənim işim tərəf müqabilə, mən ondan pul alıram, Quran terminində bu olar əklül mal bil batil. Yəni, mən mal alıram, batilin qarşısında, batil yəni faydasız iş, xeyirsiz iş, müqabilində bir şey aram. Pəs hipnotizm, əgər məntiqi bir faydası var, bir məqsədli bir faydası vardır. Şəxs istəyir, xəstəliği çıxsın, istəyir bir şey yadına düşsün. Sənə deyim, məni hipnotizm elə. Bu eybi yoxdur, çünki faydası oldu. Bir şey yadından çıxıb, istəyir bundan yadına düşsün. Amma bu birinci. İkincisi, çünki bu başqasının canına təsir eləməkdir, bədəninə təsir eləməkdir. Gəlin, onun rızayəti olar. Razılıq olmasa, bu da olmaz. Aysa və bu yolda bəzilər ki, pul alırlar, o pullar ki alırlar halaldır ya yox? Əgər halal sistem olsa, bu şərtlərlə halaldır. Çünki faydalı bir məqsəd olar. Biləxər zəhmət çəkib. Zəhmət çəkib, məsələn, o tərəfə də, tərəf müqabilədə xeyri var, faydası var. İkincisi bu oldu ki, o razı ola bu işdən. Üçüncü şərti də var. Üçüncü şərt də budur ki, zərəri olmaya bu işin. Yəni, mümkündür birini hipnotizm eləyəsən, bu zərər vurasan ona, bədəninə, əqlinə, ruhuna, bu təhlükə altına salasan. Bu cinə icazəsi yoxdur. Pəs, 3 dənə şərti oldu. Bir bu oldu ki, məntiqi bir faydası ola, o qəlai bir xeyr ola. Xeyr ola. Cəmaat bunun müqabilində pul verələr. Deməyərlər bu boş işdir, batil işdir. Bəli. İkincisi bu oldu ki, razı ola tərəf. Üçüncüsü də bu oldu ki, bu işin nəticəsi tərəfə zərər olmaya. Çox gözəl izah buyurdunuz, təşəkkür edirəm. Başqa mövzunun da barəsində bizim sualımız vardı. Hipnotiz barəsində bu əndazəyə mən fikir edirəm kifayət elər. Bəzi vaxtlar möminlər xiyavanda ya metrolardan keçəndə görürlər ki, bir qıraqda loteriya ya şans biletləri satılır. Xiyavanlarda zaten çox olur bazarlarda bu məsələ. Bunların alış-verişi, bu biletlərin alış-verişinin, loteriya biletlərinin alış-verişinin hökmü nədir? Bəli. Mən bir nüqtə yadımdan çıxdı bu hipnotizm barəsində ərz edəyəm. O nüqtəni deyəm ta sualınıza da cavab verəm. O da budur ki, hipnotizm gərək halal yolundan ola. Yəni bir dördüncü şərti də vardır. Haram yolundan ola və hipnotizm işində haram işdə ola, onda caizdə o haramlığına görə. Məsələn, bir ağa istəyir xanımı hipnotiz. Bəli, onun bədəninə təmas tapa, əli dəyə. Bunlar işqalı vardır. Pəs 4 dənə şərt oldu. Bu birdir. Amma sizin sualınız ki, loteriyanın hökmü nədir? Bu pul yığırlar, bir püş atırlar kimə çıxsa, onu, məsələn, o maşını verirlər ona, ya bir qiymətli bir malı verirlər ona, cəmaatdan da yığırlar pul. Bu qumarın bir modelidir. Qumarın bir modeli. Mədəni qumardır. Bəzən qumarxanada qumar oynarlar. Bəzən də mədəni qumardır. Qumarın mahiyyəti budur ki, insan bir pul verir, qarşısında bir iş gəlmir. O pulu bir nəfərə verirlər, 2 nəfərə verirlər. İşdə görülmür axı. Bir işdə görülmür. Yəni, İslamda pul ki, mənə gəlməlidir, mən də gərək bir iş görəm o pul sahibinə. Mən bir iş görmədim pul sahibinə. Tamamı cəmaatın pulu mənə gəldi. Ya başqasına gəldi. Amma bir işdə görülmədi o pul sahiblərinə. Bu qumar olur. Pəs loteriya caiz deyil, çünki qumardır. Qumardır. İndi sual budur ki, pəs onlar ki, caizəni aparırlar, yəni uturlar. Görsə $1 veribdir. Məsələn, bileti alıbdır, bu bilet. $1 verib bilet alıb, sonra birdən adı çıxır.
adı çıxır ki, məsələn, sən 5000 dolar utubsan. Bu pulu indi alıbdır. Necə eləsin bu pulu? Bu pul cəmaatındır. Yəni onlarındır ki, gərək almaya və onlarındır ki, pul sahiblərindir. Yəni latariya yolu ilə pul gəlməz mənə. Bilirsiniz ki, burada bir İslam iqtisadiyyatına istəyirəm bir nüktə dərz edeyim. Bir mal ki nəql olur bir adamdan başqasına, malikiyyətlik əvəz olur. Bunun səbəbi olmalıdır. Yəni mən bir səbəbi alış-verişdir. Mən bu kitabı sənə satıram. Satmaqla bunun milki mənimkidir, gəlir olur sənin milkin. Pəs bir satmaqdır. Hədiyyə verirəm. 2. İrs yolu ilə yetişir. O halal yollarla. Halal yollar var. Pəs milkiyyətin halal yolları var və buna oxşar. Amma latariya İslamda milkiyyətin halal yolu deyil ki, mən latariya ilə malik olam o pullara. Ay Sayğər, mən xarici ölkələrin birində olanda bizim mömin bacıların barəsində bu məsələ üz verdi. Yəni ona 5000 dolar pul çıxmışdı. Bizə zəng atdı, soruşdu ki, bunun hökmü nədir? Sual budur ki, biz dedik ki, işgalı vardı. Dedi, axı, mən özüm o 1 doları ki verirəm, bileti alıram, razıyam. Yəni, ürəyimdə bu keçir ki, hər kim ki, bu utacaqdır, bu 5000 dolar ona çıxacaqdır, nuş olsun ona, halalı olsun. Bütün o adamlar ki, pul veriblər, bilet alıblar və bu pullar yığışıb, hamısı birinə verilir, hamısı demək olar ki, razı idilar bu əmələ. Bəli. Əgər bu cür halda hökmünə olar. Qumar razılığıyla da haramdır. Razısızlıqla da haramdır. Bir nəfər qumar vaxtı oynayır, istər razı ola pulu verə, istər razı olmaya, bu haramdır. Mahiyyət-i latariya, həqiqəti, hədiyyə deyil, bağışlamaq deyil. Yəni, bir budur ki, mən birinə pul bağışlayıram, gəh müəyyən olar, mən bu pulu bağışlayadım. Bağışlamır ki bu. Bu pulu latariya qoyur. Püşyatmağa qoyur. İndi pul bunun adına çıxsa, hamısını bu götürəcəkdir. Pəs bağışlanma yoxdur. Razılıq var, pul qalsın. Razılıqla haram halal olmaz. Çox gözəl izah elədiniz. Hala indi sual budur. Yəni bu məsələ ki, üz veribdir. Mən əgər bir dəfədə gedəm xarici ölkəyə, biri mənə zəng ata və deyək ki, qardaş, mən bu pulu almışam, əlan pul mənim əlimdədir. Mən o 5000 nəfər ki, bu pulu hərə 1 dolar veribdir, o 5000 nəfəri mən ki, tanımıram. Bu pulu mən əlan necə eləyim? Aparım o şirkətə qeytərim, ya bunu Allah yolunda infaq eləyim, heç özümə götürməyim, ya xumsun verim, halal olsun. Bu barədə olarmı izah edirsiniz? Bu mal cəmaatındır. Yəni, o 5000 nəfərin. O 5000 nəfərindir. Onların hansını tanıyır, gərək o pulları verə. Ki, tanımır heç bir. Əgər tanımır, onlar məchulul malik. Bəli. Yəni, maliki aydın olmayan. Məchulul malikin də qaidəsi vardır. Sədəqə verərlər, ya hakim şərin icazəsi ilə bir məsrəf eləyərlər. Çox gözəl. Ay Sayğər, bir dənə də sual budur ki, bu latariya biletləri İslami məmləkətlərdə bəzi vaxtlar İslami surət veriblər. Yəni, məsələn, istəyirlər bir xeyri iş görələr, cəmaatdən pul yığırlar. Deyirlər, biz istəyirik məscid düzəldək, hər fərdi 1 dolar pul versin. O 1 doların 80% gedəcək məscid düzəltməyə, amma onun 20%-ında istəyirik, onlar ki, bu 1 dolarları veriblər, onlara hədiyyə verək. İndi bu pullar yığılıbdır, cəmaət xeyri niyyəti ilə veriblər, məscid də düzəlinibdir, onun 20%-ında 10 nəfərə hədiyyə veriblər. Bunun hökmü nə olar? Bilirsiniz ki, əgər bunu o cəmaət ki, bu pulu veririb, qəsdi budur ki, latariyada oynasın. Yəni, düzdür, məscidə də kömək edirlər. Amma qəsdi budur ki, bu nədə oynasın? Bu latariya düşsün. Əgər yalnız qəsdləri məscid olar, onda halaldır. Xeyr iş olar. Onda evi yoxdur. Bu ancaq verir xeyr işə. Ondan sonra pul ki gəlir, yığılır. Bəli. Ondan sonra onlar pul atırlar, hədiyyə verirlər. Bunun işqalı yoxdur. Yəni, bunun iki surəti var.
Bir surəti budur ki, mən pulu verirəm ancaq bu xeyriyyə iş üçün. Onlar məni alqışlamaq üçün, təşviq eləmək üçün bu işdə sonralar da yine bu işi görəm, push yatırlar, mənə də hədiyyə verirlər. Bunun işgalı yoxdur. Bəli. Bir də budur ki, yox, bu işinin iki hədəfləri vardı. Həm istəyirlər latariya oynasınlar, həm istəyirlər bir neçə faizində xeyir iş görsünlər. Bu caiz deyil. Bu oxşayır İmam Sadiq əleyhissalamdakı dövrdə bir hadisiyə ki, bir şəxs çox tanınmışdı yaxşı adamlığa. İmam gördü ki, bu 4 dana 2 çörək uğurladı, 2 dana nar uğurladı, apardı qəbristanlıqda yetimə, fəqirə verdi, Quran oxudu. İmam buyurdu ki, sənə çox yaxşı adam deyirlər, nə pis adamsan? Qeyddi imama mübahisə eləməyə, ispor eləməyə ki, nəyə pis adamam? Dedi, bu uğurluğun hara, yetimə kömək eləməyən hara, kasıba kömək eləməyən hara, o Quran oxumağın hara. İmam o dedi ki, Quran oxumamısan. Quranda deyir ki, kim 4 dana mən cəabil həsənə fələhu savab iş görsə 40 danadır. Kim 4 dana günah iş görsə bu 4 danadır. 4'ün çıxarlar, 36'sı mənim olar. İmam buyurdu ki, sən 8 dana günah elədin. Bir uğurladın, bir cəmaata haram mal yedirdin. Çox gözəl. Ay Sərvər, icazə verirsiniz, email suallarını eşidək, sizin qulluğunuzda olacaq. Buyurun. Hər zaman olduğu kimi siz əziz tamaşaçılarımız tərəfindən ilahi həyat verilişimizə gələn sualları diqqətinizə çatdırıb bugünkü proqramımızda cavablandırmağa çalışacağıq. Sual 1. İslam şəriətində latariya oyunları necə dəyərləndirilir? Bu növ şans oyunları oynamağa icazə verilirmi? Sual 2. Siqaretin zərərlərini nəzərə alsaq, siqaret çəkmək haramdırmı? Sual 3. Bir nəfər vərdiş etmədən bəzi hallarda siqaret çəkə bilərmi? Sual 4. Ümumi məkanlarda siqaret çəkmək təbii olaraq kimlərəsə zərər vurur. Belə olan halda sosial yerlərdə siqaret çəkmək haram sayılırmı? Sual 5. Allah Taala bütün müsəlmanları narkotik maddələrin şərrindən və bəlalarından qorusun. Sadəcə bilmək istəyirik ki, həşiş pakdır yoxsa nəcis? Şəriətə görə həşişdən istifadə etmək haramdırmı? Çox təşəkkür edirəm siz əziz və möhtərəm tamaşaçılarımızdan gözəl suallarınıza görə. Cənab Aysayvər, bu barədə bir dənə sualımız vardı. Sual gəlibdi ki, bir nəfər maşının elan eləyir ki, mən avtomobili $1 istəyirəm sizə satam. Hər kim $1 versin, neçə min nəfər mümkündür $1 verir və onların içindən puş atırlar, birinin adı çıxır və maşını ona verirlər. Bu maşın satan maşınının qiyməti $5.000'dır. Amma bu vasitə ilə mümkündür $30.000 ona çatır. O da ki maşını götürür bundan alır, $1 yalnız pul verib, o da çox pul verməyibdi. Bu məsələnin hökmü nədir, Aysayvər? Birisi, bu bino latariyadır. Bəli. Bino zirəhlik latariyadır. Bir şəxs istəyir maşını satsın, həm baha satır, həm də cəmaatı alladır bəzən. Alladır. Maşını satanda gərək alver eləyən. Bu, o şəxsinə gərək alver eləyən. O adama ki $1 satır. Yəni, adına çıxdı onun. Əgər onun adına maşın çıxdı, püfyatandan sonra tazadan ondan alver elədi, öybi yoxdur, alver eləsin, hər nə cür. Bu maşın ona həlaldır. $1 satıbdır. Bəli. Amma başqa pullar ki bu alıbdır, hamısını gərək qeytərə. Çünki latariya oynayır. Pəs burada iki məsələ var. Bir latariya var, bəli, ki o günahdır, haramdır. Bir də alver var. Yəni latariyadan çıxanın adı ilə bu alver eləyibdir. Yəni maşını satıb o da. Gərək bundan alver eləyə. Sirfi bu latariya ilə alver olmur ki, əgər alver eləyir,
bu satır, o alır, qiymət aydın, mal aydın, $10 al ver. Ucuz satıb, eybi yoxdur, ona ucuz satıb. Amma başqalarının pulu gərək qeytərilə, çün latariya yolun yandı. Çox gözəl. Bu izah ki, buyurusuz mənə belə gəlir ki, əgər İslamda və fiqhdə bu cür məsələlərin qabağı alınmasaydı, indi çox problemlərimiz olacaqdı. Və bəzən də bəzilər bu cür işlər görürlər, problem də yaradırlar. Bir nəfər $20 hər cəmiyyətdən alınmışdı ki, biz sizə məsələn istəyirik bir gözəl maşın verək. Sonra şikayət olunandan sonra o elan elədi ki, hər kim istəyir $20 gəlsin və mən ona pulun verim. Çünki uzaq şəhridəydi, hər kim getsəydi o $20 ala, gərək $30 xərcləyirdi, gedəydi o $20 ala. Amma bir nəfər gedib almışdı, onun deməli acığına gedib almışdı, amma cəmaətin çoxu almamışdı. Ay Səvər, indi ayrı mübahisə istəyirəm başlayam, yəni bu barədə suallar da varımızdır. Sigaret çəkmək barəsində ki, təəssüflü demək olar ki, o cür ki, mən amarlarda görmüşəm, ildə 24 milyard dənə sigaret çəkilir. Neçə milyard, 1 milyard şayət də çox insanlar sigaret çəkirlər. Sigaretin də çox zərərləri vardır. Xərçəng xəstəliyi onun zərərlərinin biridir. Və çox xəstəliklər ki, cismi, ruhi xəstəliklər var, sigaretə bağlıdır. Və bizim gənclərimiz də bilmirlər və bu əmələ düşürlər. Birinci sualı mən bu cür soruşublar ki, idarələrdə, dövləti idarələrdə, ümumi məkanlarda, məsələn, avtobusda, metroda sigaret çəkməyin hökmü nədir? Axı, bir mümkündür qanun olaraq sigaret qədağandır. Bir yerdə qanun qoyublar ki, sigaret banisiyada olmaz. İndi çox ölkələrdə qanun olubdur bu məsələ. Banisiyada olmaz, airportda olmaz. Sosial yerlərdə. Bu qanuna gərək riayət edirlər, bir bu. İkincisi budur ki, qanun yoxdur. Lakin sənin bu sigaret çəkməyin bir nə odur ki, başqasının əziyyətinə səbəbdir. Narahat eləyir. Ya zərərinə səbəbdir. Bəzən əziyyət olur, psixoloji cəhətdən narahatdır. Bəzən fiziki cəhətdən əziyyət olur. Onun tüstüsü bunu əziyyət eləyir, narahat eləyir və zərər vurur. Bu halətlərdə sigaret çəkmək ümumi yerlərdə, bu sosial yerlərdə caiz deyil və olmaz. Bəli, bu barədə çox suallar vardır. Bir sual da budur ki, biri evdədir, heç kəs də yoxdur, tək oturubdur və istəyir sigaret çəkə. Ona hökmü nədir sigaret çəkmək hökmü? Buna, baxın, bir budur ki, sigaret biləsinə bir ziyanı vardır. O ziyanı ki, termincə deyərlər, canı təhlükəyə düşür. Vəla tolğu bə'eydikum elə təhlükə. Bəli, yəni bir təhlükəli zərəri var. Həkim deyib ki, daha 2 dənə də siqar çəksən, sən qəlbin dayanacaqdır, sən yaşaya bilməyəcəksən. Belənki bir zərərdə buna siqaret çəkmək haramdır. Çünki özünə zərər vurmaqdır. Həkim də buna çox tövsiyə edib ki, mütləq siqaret çəkmək. Bir də budur ki, ikinci məsələ budur ki, insan siqaret çəkməklə adət eləyir. Özünü bu işə vərdiş verdirir. Burada bəzi müştəhidlər deyirlər, vərdiş elətdirmək də haramdır. Yəni xırda siqar çəkməyin işqalı yoxdur. Amma vərdiş elətdirmək də nə mənədir? İşqalı var. Bəzilərin fətvası budur. Bu cərə insan öz müştəhidinin fətvasına baxır. Üçüncü məsələdə ibtidaən başlayır siqara çəkməyə. Bəzilər burada da işqallı bilirlər ki, ibtidaən başlamağa. Çox gözəl. Ay Səvər, bir dənə sualımız da vardı ki, soruşub ki, mənim qardaşım demək olar ki, narkotik çəkənlərdəndir və həmçinin qaçaqçıdır, narkotik qaçaqçısıdır. Aya mənə vacibdir ki, onu polisə tanışlıq verəm, ya mənə vacibdir ki, onun işinin qabağını alam. Mənim vəzifəm bu barədə nədir? Həm narkotiki paylayır cəmaətin arasında, həm də özü çəkir. Mənim vəzifəm nədir? Baxın, bilirsiniz ki, İslam ilk
məqsədi budur ki, insanlar salim olsunlar, insanlar pak olsunlar, insanlar düz olsunlar. Səlamət yaşasınlar. Bəli. Yəni bu qardaşına nisbət vəzifəsi budur ki, onu kömək eləsin bu yolda, bundan tərkissin. Bəli. Yəni bu yolda indi mənəvi yardım olsun, dini yardım olsun, bunun təhlükəsini biləsinə desin, bunun yolda başqalarını azdırmaq və onların həyatı ilə oynamaq təhlükəsini biləsinə desin, ta bu işlərdən əl çəksin. Amma əgər əl çəkmir, bu da bunları deyir, sən görürsən ki, bunu təqdim eləsin, özünə xeyri vardır. Yəni daha bundan yuxarı yerlərə çatmaz. Onda vacibdir təqdim olunma. Amma yox, sən təqdim eləsən də xeyri yoxdur, elə bu həddədir. Onda yox, vacib deyil. Bir dənə də sual soruşublar ki, həşiş barəsində termincə həşiş deyirlər. Aya paçdır və onun məsrəf eləməyi haramdır ya yox? Həşiş paçlıq, nəcislik baxımından paçdır. Yəni bizim İslamda nəcislər aydındır. Qan nəcisdir, donuz nəcis, it nəcis, bəzi belə bir şeylər nəcisdir. Amma həşiş nəcislərdən sayılmır. Amma bunun istifadəsi haramdır. Caiz deyil. İstifadəsi haramdır. Rəhbərinin fətvası budur ki, həşişdən istifadə caiz deyil və haramdır. Təmbəkinin barəsində soruşublar. Mən bilmirəm, Azərbaycan termində də təmbəki deyirlər ya yox. Alış-veriş, təmbəkinin alış-verişi və onun məsrəfinin hökmü nədir? Yəni qəlyan çəkmək. Bəli, qəlyan çəkmək. Qəlyan çəkmək iki haləti var. Şimdi qəfəxanalarda bir budur ki, bu şəxsi bir məsələdir. Yəni insan zərəri var biləsinə. Bir nə odur ki, ciyərlərinə zərəri vardır və qəlbinə zərəri vardır. O zərəri təhlükəyə düşürür. Onda buna haramdır. Amma öz-özlüyündə bunun bir hökmü yoxdur, işgalı yoxdur. Öz-özlüyündə işgalı yoxdur, amma zərəri olsa, təhlükəsi olsa haram olur. Bəli. Əlbəttə Azərbaycan terminində təmbəkə tütün deyilir. Mən yadımda dəyərdi. Bəzi vaxtlar müalicə üçün, dərman üçün həkim deyir ki, məsələn sən gərək narkotik məvaddan birin deyir ki, sən gərək istifadə eləyəsən. Hangi vaxtlarda müalicə üçün həkimin dediyi icaz biz eləyə bilik, əməl eləyək və aya halaldır bu iş ya yox? Baxın, burada iki məsələ var. Bir budur ki, dərman həsr ola ona. Yəni başqa əvəz edici dərman olmaya. Bəli. Və sən həkimin dediyi də sənə arxayınçılıq yarada. Yəni həkim bu sahədə həm mütəxəssisdir, təxəssüsü vardır, bilir və həm də bir nə odur ki, arxayn adamdır. Arxayn olaraq sən bilirsən ki, başqa əvəz edici dərmanı yoxdur. Onda istifadəsi eybi yoxdur da, istirar halıdır, zərurət halıdır. Amma adi şəkildə əvəz edicisi var, yox. Çox təşəkkür edirəm. Gözəl izahlar buyurdunuz, vaxtımız sona çatdı. Əziz və hörmətli tamaşaçılar, sizin də diqqətinizə görə, suallarınıza görə, baxdığınıza görə təşəkkür edirəm. Allahın amanında bizimlə əlaqə saxlayın. Sağ olasın.